Xoş gördüm hər birinizi. Evlərinizi alanda təmir və tikintini yoxlatmağı unutmayın. Ən azından sizlərə məsləhətim olsun. Evləri alanda ev sahiblərindən tikintinin videolarını, şəkillərini tələb eləyin dəyərli izləyicilərim. Allah hər birinizə bax belə gözəl evlərdə yaşamağı qismət eləsin. Mərdəkandayıq. Mərdəkanda 7,2 sot torpaq sahəsi olan bu evin təqdimatına gəldik. Mənim ən sevdiyim tərəfi sizlərə göstərim. Manqalı özümdən asılı deyil, birinci ora gedirəm. Manqalı və kifayət qədər övladlarınızın futbol oynaya biləcəyi, əylənə biləcəyi, gözəl vaxt keçirdə biləcəyi yaşıllığı məncə deyərdim boldur. Burada 40 kvadratlıq qış aylarında da əyləşə biləcəyiniz. Besetkası isti döşəməli kamera sistemi çəkilib. Bunun ışığı niyə yanmır? Gəl buradan havuzunu da göstərək. Sən oradan gəldin, xoş gəldin. Burada 10 metr uzunluğunda 4 metr yarım enində havuzu daşma tipli havuzu yanında sanitar qovşağı kombi sistemi burada yığılıb evin ətrafını tam dövr eləmək mümkündür. Dövlət suyu, işığı, qazı tam qaydasındadır. Çıxarışı var. İşıq 3 fazadan ibarətdir. Bu hər yerdə olmur. Şükür Allah'a burada var. Bax gördüyünüz kimi kürsülü evdir. 4 daşdan ibarətdir. Qalxırıq. Evlərinizi alanda yoxlatdırın. Vallahi peşman olmarsınız. Burada da qəşəng stol qurub yayda oturun. Sevdiklərinizlə gözəl vaxt keçirdin. Daxil oluruq 250 kvadratlıq evimizə. Gəlin sizlərə biraz ev haqqında ətraflı məlumat verim. Güzgüdə düşürsən, saxla gəl. Yaxşı. İmkan vermərik sən güzgüdə düşəsən. Gəl. Zəhmət olmasa 3,60 hündürlüyündə tavandır. Yer tam isti döşəməlidir. Ev ümumiyyətlə isti döşəməlidir. Bir dənə bu gözəlliyə özünüz baxın. Buranı açırsınız, otursunuz burada kofenizi, çayınızı. İndi içki içənlər içki içir. Kamera xəttləri çəkilib, kondisioner xəttləri atılıb. Burada ümumi sanitar qovşağını görürsünüz. Divar içidir. Görmürsünüzsə divar içini. Gəl o birlərdə göstərərik. Burada dolabı yığılacaq. Yekunlaşmayan işləri var. İnşallah onlar da siz alanda bu evə sahib olanda ev sahibi sizin zövqünüzə uyğun bir dənə mətbəx mebeli yığdıracaq. Bir də qardırob falan yığdıracaq. Bu da bir yataq otağı özünün sanitar qovşağı ilə bir yerdə. Gördüyünüz kimi duşlar da divar içidir. Nəyə görə bunları deyirəm? Onlar bahalı sistemdir. Bilənlər bilir, bilməyənlər də var. Ev haqqında məlumatı olmayanlar üçün deyirəm. Burada mətbəxi 30 kvadratlıq bir mətbəxdir. Bayra çıxışı var. Bax burada verandada stolunuzu qoyub səhər zavtrıqı, çörəyinizi burada yeyə bilərsiniz. Mətbəx mebeldə dediyim kimi zövqə görə qoyulacaq. Qapıların hündürlüyündən sizə danışım. 2 metr 80 santidir qapıların hündürlüyü. Yəni bunlar sifarişlə yığılan qapılardır. Bilməyənlər üçün deyirəm. Bu da yenə də verandaya çıxan yataq otağı 22 kvadrat metr sahəsi var. Burada da 22 kvadrat metr sahəsi olan 3-cü yataq otağı. Rəng tonları gözəl seçilib. Sadəcə olaraq zövqlər müxtəlifdir. İstədiyiniz rəngə dəyişə bilərsiniz. Desəz ki, çox asandır. Çünki boyadır divarlar. Divar kağızından istifadə olunmayıb. Burada bu yataq üstündə mən bilən qırğın düşəcək ki, o deyəcək mənim olsun, bu deyəcək mənim olsun. Birinci sanitar qovşağı və özünün bu yataq otağının özünün dolab otağı. Dolab otağının şüşəsini də göstər, zəhmət olmasa görürsən. Əla, bu yataq otağından da yenə də verandaya çıxış qoyublar. Allah ruzunuzu bol eləsin. Hər biriniz Azərbaycan xalqının hər biri bax belə gözəl evlərdə yaşamağa layiqdir. İnşallah arzunuza çatarsınız, bax belə gözəl evlərdə yaşayarsınız. Mən qardaşınıza layiq etməyi unutmayın. Bir nəfəsə danışıram, maşallah yoruldum. Allah sizləri yormasın, işiniz zavanda olsun. 685 min manat bu evin qiymətini təklif edirəm, start deyirəm. Real alıcılarıma endirim olunacaq. Əgər evinizi satmaq istəyirsinizsə, nə durmusunuz? Məndən güclü makler tapmayacaqsınız. Zəng eləyin.